Armudlu desert hazırlayırıq. Başlayaq. Armudları soyuruq. İç hissələrini çıxarıb xırda-xırda doğrayaq. Armudları yumuşalana qədər kərə yağında bişirəcəm. Üzərinə darçın əlavə edirəm, hardasa 1 yemək qaşığına yaxın. Üzərinə 1 yemək qaşığı şəkər tozu, 2 yemək qaşığı labne pendir, yarım paketdə qaymaq, 1 ovuc xırda doğradığım qoz. Bişdikdən sonra üzərinə 1 qaşıq bal əlavə edib qarışdırıram. Pişirdiyim qarışımı belə bir qaba yayacağım. Üzərinə kadayıf yayıram. Üzərinə 1 yemək qaşığı bal gəzdirirəm. Sobada 200 dərəcədə kadayıfın üzəri qızarana qədər bişiririk. Hazırdır, belə görünür. Dadına baxacağım. Dadı çox mükəmməldir. Siz də hazırlayın.